Huh. Herkese selam, kanalıma hoş gelmişsiniz. Bugün yeni evimde bir günlük vlog videosu çəkirəm. Yani tekçe yeni evimde yok, yani başka yerlere gideceğim ama yani yeni evimde vlog çəkirəm. Ee, Başta videonun başında gördünüz evimi. Sizce necədir? Yorumlara yazın. O bir evden köçdüm ve bu yeni eve geldim. Bu yeni evi aslında internette görmüştüm ve çok hoşuma gelmişti. Ona göre de geldim, baxdım ve buranı almağa karar verdim. İndi isə gördüğünüz kimi səhər durdum, hazırlaşdım. İndi isə birazdan geleceğim markete. Ondan sonra isə sizinle birlikte planlarımı yerine yetirəcəyim. İse birden bir şey düşündüm. Mən deyəsən qatarla səyahət etmək istəyirəm. Ona görə indi gedib bilet alacağım və gedəcəm qatarla səyahət etməyə. İndi bilmirəm tam olaraq hara gedəcəm. İndi bileti alandan sonra artıq orada özüm seçəcəm hara getmək istədiyimi. Amma indi artıq düşünürəm ki, mən qatarla harasa getmək istəyirəm. Ona görə gəlin birlikdə qatarla səyahət edək. Ben geldim, çattım bu stansiyaya, yani qatarla giden stansiyaya ve indi burada zamanlara baktım. Ben Pompon Pix'e gideceğim. Yani orada qarlı olur ve çok maraqlı olur. Düşünürəm ki, bir günlük getmək üçün ən maraqlı yer olabilir. Hem de bizə qar yaxmır diye. Yani gördüğünüz kimi qar yaxmır. Hem de artıq yay gəlib ona görə. Ve saat 18:33'də reis başlayacaq. Hələ ki vaxtım var. Hələ ki 18:06-dır. Hələ ki indi bazı plays-ə gedirlər, amma mənim vaxtım çatmadığı üçün mən indi biletimi 18:33-ə alacağam və çox maraqlıdır həqiqətən oranı gəzmək. İlk dəfə də gedirəm, çünki heç vaxt getməmişəm və indi də biletimi alacağam. Bəli, buyurun keçə bilərsiniz. Və mən artıq gəldim. Hardasa 1 saatlik yoluydu və mən o 1 saatlik yolu yarısından çoxunu hamısını yatdım. Və indi isə gəldim Pompon Pix'ə. Əslində indirimsel gəldim və indidən belə çox maraqlı idi. Əslində çox soyuqdu, amma süperdi. İndi isə bunların hamısını verəcəm və sizinlə paylaşacağım. İndi ise geldim baya bir böyle qarda sürüşmeye. İndi elə belə mən sürüşürəm. Birazdan isə yarışma başlayacaq. İndi artıq elə belə sürüşməyə vaxtıdır. Burada sürüşmə bilməm. Aslında biraz adam. Getmir. Qaldım buraya. Hop. Burada belə qaldım. Hop hop. Gedirik. Yes. Gel qaldım. Neyse. Qaldım belə. İndi peşin yine gedirəm. Yox. Bunun kimi eləsin. Ay düşəm. Bunun kimi eləsin gedirəm. Qalk qalk qalk. Bir anda. Gidirəm. Oo. Bu dünyada en yaxşı şeydir. Neyse ben de pis Neyse indi uca yarışmacıların sırası da ona göre ben buradan artık gitmeliyim. İndi ise geldim böyle bir kutok yerine. İndi birazdan hamımız geleceğiz çünkü indi bizim vaxtımız değil. İndi başka bir grubun vaxtıdır. Ondan sonra ise ben gireceğim.
Bir iki dəfəsində getmişəm belə bir kotak olan yerlərə, amma yenə də gitmək istəyirəm çünki bu evinə, bu sport növünü çox sevirəm. Sən kotakdan çıxdım, indi isə gəldim belə bir restoran və ayrıca mağazini də var. İndi ilk öncə sifariş edəcəm, ondan sonra isə mağazinə gələcəm. Sifariş edəndən sonra isə artıq gələm mağazinə, mən belə alacağam. Əslində o deyək ki, surf edilməli, surf edilməli, burada var, hər şey var. Mən burada aldım. Aldım yerə xəritə edilməliyik. Biz burada olduğu kadar vardı. Belə durmadan xəritə olduğu kadar buyurun, bir saçınız. Teşekkür ederim. Sonra ise burada ayrıca böyle bir ev var. Ev deyəndə belə 2 nəfərlik belə ev var və buradan belə istirahət eləmək olur. Bəzi vaxtlar, yəni burada məsəl üçün gəlmisən və sadəcə istirahət üçün gəlmisənsə, bura belə kiçik bir oteldir. Həqiqətən də mənim çox xoşuma gəldi. Belə əslində çox gözəl evdir. İndi isə mən biraz dincəlib, sonra isə başqa gəzmək yeri axtaracağam. İndi isə artıq evə gedirəm. Qatara mindim. Günüm belə idi, amma hələ videonu qurtarmıram. Evə gedəndə artıq yəqin sonlandıraram videonu. İndi isə mən evə çatım, sonra yenidən videomuza davam edərik. Bir uzun gündən sonra artıq evə gəldim və artıq vaxt gecədir, qaralıb. Mən gedirəm yatmağa. Hər kəs sağ olun, gələn videoda görüşərik.